qızlarım, mənim qəşəng bir ağacım var idi. Nə başımız ağrıdım. Bu qurudu özlüyündə, belə qurudu. Çox yarpaqları bunun iri olur. Çox qəşəng idi. Nəsə bilmədim, səbəbsizcə qurudu. Yəqin ki, ya bunun qurdu var, ya nəsə. İndi mən bunu atmadım. Bunu suladım. Yarpaq üstündə suladım bunu. İndi baxıram ki, çox məyus olmuşdum. Çox pis olmuşdum bunun qurumağına. İndi bu sulamağıma qıraqlarında görürsünüz tumurcuqlar var. Bunun ağaçdan nənəmdə də var. Nəsə nənəmə demişdim. Nənəm nəsə sıxmadı. İndi dünən gördüm ki, bu tumurcuqluyu. İndi gəlmişim atamgildən. Bunu da elə yoldaşıma dedim, koka koydum, özümdən gətirdim ki, burada buna baxım, su falan verim. Buna indi görüm hələ neftçilərə gedəcəm. Basmanın bazarında yəqin bitki üçün nəsə var. Bitkilər üçün. İndi bunu görüm, alandıra bilsəm, bunu dirildəcəm, qoymayacam qurusun. Çünki bu böyüyür, şaxələnər çox, yəni böyük ağac olur. Ev bitkisi. İndi gördüm çiçəklənir. Bunun yarpağını hamısını kəsdim. Belə, yarpaqları belə qurumuşdu. Əslində bunun yarpaqları böyük olur. Prosto bu uşu quruyub, balacalaşıb yarpaqları. Bu çox qəşəng olur. Yəni təkrarçılıq olmasın. Bunun şəklini tapsam, qoyacam. Belə. Deməli qızlar, gəlmişəm xalamgilə. Oradan da qızlarla dediyi biraz gəzək, hava alaq. Həm də kosmetika dükkanına falan gidiyor. Xalam qızı New York'a gitmeliydi. Oradan üstüne şalvar falan almağa. Ben de gittim. Elə bil ki girdi, şalvar götürdü, çıxdıq çox. Çünki alacağım bir şey yok idi oradan. Mən əsasən dedim, Manatlığa getmək istəyirdim. Bir də Olivia'ya falan getmək istəyirdim ki, orada maska falan almaq istəyirdim özümə. Burada xalam qızları ilə özümüz üçün kitab aldıq. Xalam qızı mənə kitab qonaqlığı verdi. Nəqşələrdə bir yer var. Doğum sayılı 7 nömrəli doğum evinin qarşısında qutab yeri var. Orada çox qəşəng qutablar verirlər. Oradan elə aldıq. Həmişəki kimi tələbəlik illərimizdə yedik, aldıq, yedik, sonra gəldik. Xalam bizim üçün süfrə açmışdı, sağ olsun. 2000 years later. Sonra mən yenidən qalxdım kitabgirə. Demək qızlar, pişiklərimin qumu bir də yeməyə qutarmışdı. Getdim onlara arazdan həm qum almağa, həm yemək almağa, səhvən it üçün olanlar almışdım. Bunu həyətdəki itlərə verdim və yenidən getdim, bir də araza qayıtdım. Pişiklərim üçün bir də yemək aldım. Demək qızlar, bugünün axşamısı biz toy günümüzü qeyd elədik. Ailəmizlə bir yerdə belə bir tort zakaz eləmişdim. Yoldaşım sağ olsun yolda tortu elə gətirib çatdırmışdı ki, bütün yazıları falan silinmişdi. İndi onu da paylaşacağım sizlərlə. Tortumuzu kəsdik. Yedik qızlar. Demək bu da yoldaşım mənə hediyə elədi, gül buketi idi. Prosto mən bu gülü bir neçə gün sonra çəkmişəm. Saçımı yudum, daradım. Elə soluyken baxım eləyəcəm. Nəmlidir. Baxım, sizinlə bərabər eləyim. Belə bir saç üçün 7 özəli. Baxım yağı var. Çox qəşəngdir. İstifadə edirəm, artıq bitir. Həm isi çox qəşəngdir, həm mənim saçım çox çoxdur, süpürgə kimidir. Belə götürürəm qəşəngliklərimi. Diblərdən qəşəng tuturam. Saçlarımı uzuna qədər qəşəng yedizdirirəm. Belə. Saçım çox qəşəng olur. Yumuşalır, qidalanır. Bu hoşuma gəlir, effektini də görmüşəm. Sizə də məsləhət görürəm yəni. Ya belə bir şey istəyirsinizsə, eləyə alıb edə bilərsiniz. Qəşəngdir. Deyil. Saçımdan sonra üzümə də biraz baxım eləmək istəyirəm. Bu diblərə falan değməlidir. Qəşəng saç, qəşəng olsun deyə.
Doğru. Kosmetika dükkanından ne aldığımı size göstereceğim. Hey kızlarım. Bir evet, alışveriş yapmışım. Özüm için bir de sana makyaj süngeri almışım. Değil. Hepsini çıkardım. Sonra bir de bir şey almışım. Beden için scrub tiyaleyle. Bir de böyle maskara almışım. Kara maskara. Dondurmalı maskara. Mangoludur. Böyle aloe veralıdır. Yaşıl çaylıdır. Bu nəlidir? Bu da ballı maskadır. İndi bunları birləşdirəcəm. Xaladenikə, maska xaladenikdə qalsa yaxşıdır.